2. Vəd edilmiş torpaq, şərti vəd və sınaq meydanı. Vəd edilmiş torpaq anlayışı Quranda ilk dəfə Əl-Maide surəsində 21-ci ayədə qeyd olunur. Ey qövmüm, Allahın sizin üçün yazdığı müqəddəs torpağa daxil olun və geriyə dönməyin, yoxsa ziyana uğrarsınız. Buradakı kətəbəllahu ləkum, yəni Allah sizin üçün yazdığı ifadəsi əbədi mülkiyyət deyil, ilahi qədər və sınaq mənasını daşıyır. Torpaq İsrail oğulları üçün verilmiş bir nemətdir, lakin bu nemət şərtlidir, itayət və ədalət. Ayənin davamında Quran Əl-Maidə 26, onların itayətsizliyi, yəni döyüşmək əmri verildiyi halda geri dönmələri nəticəsində 40 il səhrada dolaşmaqla cəzalandırıldıqları qeyd olunur. Bu göstərir ki, torpaq daimi hüquq deyil, o ilahi əhdə bağlıdır. Digər bir ayədə Əl-İsra surəsində 104-cü ayədə buyurulur. Sonra İsrail oğullarına dedik, yer üzündə sakin olun, axır zaman gəldikdə sizi bir yerə toplayacağıq. Buradakı yer üzündə sakin olun ifadəsi konkret bir coğrafyanı deyil, ümumi yaşayış imkanını bildirir və axirət xəbərdarlığı ilə əlaqələndirilir. Beləliklə, vəd edilmiş torpaq etnik iddiadan çox mənəvi sınaq meydanı kimi təsvir olunur. Üstəlik, yer üzündə sakin olmaq, bütün yer kürəsinə iddia qaldırmaq mənasına gəlmir. 3. Fitnə, fəsad və ilahi cəza sistemi. Sürgün hökmünün yaranması. Kitab verilən toplum əhdini pozduqda, Quranda bu hal fitnə, fəsad törətmək, yəni yer üzündə nizamsızlıq yaratmaq kimi təsvir olunur. Bu yalnız fiziki zülüm deyil, həm də ilahi qanuna qarşı çıxmaq mənasındadır. Əl-Maidə surəsində 33-cü ayədə bu əməllərə qarşı cəza sistemi açıqlanır. Allaha və onun elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə, fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək, ya çarmıxa çəkilmək, ya əl və ayaqlarını çarpazvari kəsmək, ya da yaşadıkları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada rüsvayçılıqdır, axirətdə isə onları böyük bir əzab gözləyir. Bu ayədə cəzalar müxtəlif səviyyələrdədir və sürgün, yəni yunəffəu minəl ard, xüsusi yer tutur. Sürgün tam məhv edilmənin əvəzinə verilmiş bir mərhəmətdir. O, həm cəza, həm də düşünmə fürsətidir. Bu prinsip Əl-Həşr surəsində 3-cü ayədə daha aydın şəkildə ifadə olunur. Əgər Allah onlara sürgün hökmünü yazmamış olsaydı, onlara dünyada başqa əzab verərdi. Axirətdə isə onlar üçün o əzabı hazırlanmışdır. Burada sürgün, başqa ağır əzabın əvəzinə təyin edilmiş bir hökm kimi təqdim olunur. Yəni toplum torpaqlarında qalsaydı, öz fitnəsi nəticəsində daha böyük fəlakətlər yaşayacaqdı. Sürgün isə onları qoruyur, lakin daimi sınaq şəraitində saxlayır.